Şaftalı piroqumuzu gəlin birlikdə hazırlayaq. 1 stəkan şəkər tozu, 1 stəkan duru yağ, 1 stəkan qatıq və 1 paçka vanili yaxşıca qarışdırarıq. Bu qarışımdan üzərinə sous üçün 1 stəkan kənarda saxlayarıq və 3 ədəd yumurta əlavə edib qarışdırarıq. 2 stəkan un və 1 paçka kabartma tozu əlavə edib yenidən qarışdırarıq. Qarışımımızı şüşə qabımıza əlavə edirik və üzərini istədiyimiz formada şaftallarla bəzəyirik. Piroqumuzu əvvəlcədən 180 dərəcədə qızdırılmış sobaya 30-35 dəqiqə olmaqla göndəririk. Və üzərinə soyuduqdan sonra bu qarışımı əlavə edirik. Beləcə piroqumuz hazır. İçi yumuşaq. Hər kəsin damaq tadına uyğun bir piroq hazırladım. Hər kəsə nuş olsun.